Salam hörmətli izləyicilər. Bugün bildiyimiz kimi Allahverdiyev Arif Hacı Bəxtiyar oğlunun cənnətdəki 33-cü il dönümüdür. Biz ona görə gəlib Sevinç bacının yanında olduq. Onun xatirəsini yad etdik. Şəhidlərimiz heç vaxt unudulmur və unudulmamalıdır. Biz də vətən sevənlər, şəhid ailələri və müharibə iştirakçılarına dəstək, ictimai birlik olaraq hər zaman şəhid ailələrinin yanındayıq. Onlara dəstəyik, mənəvi dəstəyik və onları unutmağa qoymuruq. Və onları, bütün şəhidlərimizi tanıdırıq. 1992-ci ildə şəhid olan qəhrəman oğullarımız var və onların müharibə yoldaşları, demək, silaha sarılıb vətən uğrunda, Qarabağımız uğrunda, 1-ci Qarabağ uğrunda döyüşən bizim qəhrəman igid oğullarımız var ki, onlar bugün fəxrlə deyirlər ki, biz Arifin, Allahverdiyev Arif Hacı Bəxtiyar oğlunun silah yoldaşıyıq, onun döyüş yoldaşıyıq. Buyurun Rəfail müəllim, yəqin ki sizin bizim Ariflə bağlı bir çox xatirələriniz var. Heç olmasa bir balaca bizə ondan danışardınız. Bu vaxt bizə şəhid olmuşdu. Arif şəhid olmuşdu. Allah rəhmət eləsin, ruhu şad olsun. Çox gözəl döyüş oldu, həqiqətən. Həm döyüşdə yaralı uşaqlarımıza da köməklik göstərib çıxardı. Axır döydü, yaralandı, şəhadət oldu. Allah ruhu şad eləsin. Bəs axır zaman onun son sözü sizə nə dedi, necə oldu, döyüşə necə getdi? Döyüşə gedəndə Gövşad kəndi var, Hüzurbayım, Gövşadlı kəndi. Oradan biz gedəndə Körpümüşdə, orada bu bacısına dedim, Sevinç'ə indi deyim. Dedim, bu idmançı olmuyor, dedi idmançıdır belə. Yeni kürəkli oğlanır. Bundan zarafatlaşdırıb məni belə itələdi, körpüdən istər sala yerə. Dedim, döyüşə gedirik, bax orada səni vırsala başı qatmayacağım. Belə bir zarafat elədim. Ay sağ ol. Bir getdik, gün görməz deyilən yüksəkliyi var, oranı götürdük, düşməndən azad elədik, düşdük, Qərbin zavod var, Çakır zavod. Oranı da azad eləyəndən sonra birbaş Doğal Murad istiqaməti, yəni Tob istiqamətinə döyüşə getdik. Öndə komandirimiz gedirdi, Milli Qəhrəman Mahir İbrahimov, bu vuruldu. Ondan sonra ona biraz belə Arif getmişdi də, yanına çıxartmağı dışarıda bilməmişdi. Arif vuruldu, Arifdən sonra bizdə 2 dənə Mahir var. Səfərov Mahir, bir də Mahir, soyadını bilmədiyimə görə deyirəm, Mahir Qarxanbəyli deyirəm. Oydu, sonra Firidun Mehdiyev, o vuruldu. 5 dənə şəhidimizi elə bir geri ala bildik, 6 idi. 6-cı itkin düşdü, Salih Balacaoğlu Hüseynov. Biz oranın Dədəli kəndindən. Bu itkin düşüb, bu günə kimi onunla bir xəbərimiz yox. Biz getdik mühasirəyə düşdük də, mühasirəyə düşməsəydik, elə erməniləri qıra-qıra gedə bilərik. Ermənilər bizi almışdı mühasirəyə. Mühasirəyə düşəndən sonra uşaqlar vuruldu, bir-bir vuruldu. Allah hər birinə ruhun şad, məkanı cənnət elə. Çox sağ olun. Hər gün də gələm ziyarət edirəm. Ki bu məzardır, bir komandir büyük, yuxarıda da bir 3 dənə məzarımız var. 92-də 28 iyunda şəhid olanlar. Hocavənd rayonuna Türkiyənin istiqamətinə gedən döyüşlər. Hələ vaxta var, hələ döyüş bu dəqiqə gedir orada təsəvvür elə. Axşam saat 6-ya, 7-yə kimi döyüşümüz gedib, qaranlıq düşənə qədər ki, orada olan yaralı əskərlərimizi çıxartmaq üçün. Mühasirəni yarandan sonra yavaş-yavaş bir-bir-iki başladı çıxmağa. Amma bunlar qaldı, bunları çünki düşmənə çox yaxınıdır, ermənilərə çox yaxınıdır deyil, bunları biz götürə bilmədik. Çox yaxındır, Allah onları şad eləsin. Çox sağ olun sizə. sizə. Borcumdur, gəlib ziyarət edib gedim. Çox sağ olun. Canımda can var, hamısını ziyarət edib gedim. Çox sağ olun. Çünki birlikdə elə bir siz yol keçmişsiniz ki, həyat yolu, döyüş yolu. Yəni onu heç vaxt unuda bilmirsiniz. Ağrılı, acılı, əziyyətli. Yaddan çıxmadı o gün. Ondan sonra nə qədər döyüşüm var, onların bəziləri yaddan çıxır. Amma imeni bu döyüş çıxmadı. 50'ye yaxın yaralı verdi, 12 şəhid verdi. Gözəl mühasirədir. Allah yerin cənnət eləsin bütün şəhidlərin. Sevinç xanıma dedim də, dedim körpüdə məni vurdu çiynimlə. Mənim əmdə də plamyotudur. Bunda da avtomatıdır. Mən belə vurdu, dedim, düşmüşdüm çaya, nağarsın dedim, döyüşə gedirik, dedi cəhənnəmə geyib, belə dedi, gülə-gülə. Dedim, səni vırsalar çıxartmayacağım, o da qayıtdı ki, səni vırsalar mən çıxardacağım, belə dedi. Amma zarafat eləyirdi, getdi, yazıq vuruldu, elə də qaldı, şəhid oldu. İsmət. Çox gözəl oğlanır, çox gözəl insan.
Allah cəmşəddən huzurlu. Çox sağ olun. Allah sizi qorusun. Yaxşı ki varsınız. Bizə Arifdən danışırsınız. Onun döyüş xatirələrini danışırsınız. Danışmanla qurtarmadı valla. Bəli. Danışmanla qurtarmadı. Danışmanla. Çox sağ olun. Sizə təşəkkür edirəm. Allah sizi qorusun. Gözəl insan. Allah sizə ömür versin. Yaşayasınız və elə bu Arif və Arifləri yaşadasınız inşallah. Çox sağ olun. Canımızda can var, yaşadırıq, yaşadacağıq. Çox sağ olun. Onu belə də yaşadırıq. Şəkillə də, videolarla da var. Bəli. Akşam da bir video yığdım, attım qrupa. O Antikin 6 dənə bu döyüşdə vurulub qalan şəhidlərin. Ay sağ ol. Hə. Video düzəltdim, paylaşmışam. Çox sağ olun Rəfail müəllim. Çox sağ olun. Sağ ol.